Qardaşım, maşın işi Ağdamlılara məxsusdur. İlk imzanı atmaq istəyirsənsə Ağdam Trade-ə gəlməlisən. Niyə? Çünki sonra belə bir maşının sahibi olursan. İndi baxaq görə bunun ürəyi nədir? Nə olacaq? 3 motor, 6 silindir. 435 at gücü və torqu da 520-dir. Yəni bir dənə burada belə deyim ki, bizdə adi elə-belə M-lərdə 3 motor 6 silindirdir. Yəni M3, M4 zat 6 silindir gəlir. Bu boyda CLS 2 ton çəki ilə 3 motor 6 silindir. Yokohama təkərlər, 20'li disklər, karbon güzgü qapağı və karbon spoiler. Müştəri isə dedi ki, yox o qiymətə bunu oturmaq olmayacaq Bakı, özü 2022. Dedim, əmican, mən Xosrovam, Ağdam Trade. Maşın işi kimdə olur? Ağdamlarda. Ona görə də bu maşını biz onun üçün gətirdik, çatdırdıq, Bakıdadır. Amma CLS sevənlərin arasında iki yerə bölündülər. Bunu sevənlər var, sevməyənlər var. Mən bir BMW-çi olaraq deyərəm ki, eybi yoxdur. Sən dayana bilərsən M3, M4-ün yanında. Problem yoxdur. Sürətlər qutusu isə 9 pilləli və 0-100 isə 4.5 saniyə yığır bu maşın. Bu da interyeridir və burada karbon deyil, karbona bənzər bir interyer var. Və dərilər hamısı öz yerindədir, soyuducu, isidici, bunların hamısı öz yerindədir. Çünki full komplektasiyadır. Bunun haqqında çox da danışmaq istəmirəm. Sükan isə bütün avtomobili burada sükandan siz idarə eləyə bilərsiniz. Hətta avtomobilin modları da burada idarə eləyə bilərsiniz. Məsəl üçün Sport, Sport Plus və hətta burada egzozun burada bir düyməsi var. Onu aktivləşdirə də bilərsiniz. Aski sistemini burada tənzimləyə bilərsiniz və M-də məsəl üçün nələr varsa Mercedes artıq öz maşınında eləyib. Ağdam Trade olaraq çox maşın modellərini dəbə saldıq ölkədə. Amma onu bilin ki, hər zaman ilklər bizdə olur. Yəni Ağdam Trade-də. Gördüyünüz kimi də nəticəsi buradadır, gözünüzün qabağındadır. Və siz də doğru düzgün seçimlə maşın gətirmək istəyirsinizsə Azərbaycana Ağdam Trade.